Deməli, sualda deyir ki, bu üç hədli bu formada vuruqlara ayrılırsa AB hasilini tap. İlk öncə mən bu mötərizəni sadələşdirirəm. 3-ü vurduq x-a. 3x kvadratı. Üzərinə gəlinsin. 3x-i vururam. 2-yə sırayla belə vururuq. Sonra biri x-a vuracam, biri 2-yə vuracam. 3x kvadrat üstə gələk. 3x-i 2-yə vuranda 6x çıxılsın. 1 vurulsun x. X. 1 vuraq. 2 çıxılsın 2. Aha. 3x kvadrat 6-dən x-dan 1x çıxanda üzərinə gəlinsin 5x minus 2. İndi yuxarıdakı formaya baxın. Görüm nə var, nə çatışmır. 3x kvadrat orada da var, burada da var. Deməli, burada yazılıb minus a, burada isə üstə gələk 5-dir. Deməli, a bərabərdir mənfi 5-ə. A-nın yerinə mənfi 5 qoysam, burada üstə gələk 5x alınır. Bəs B-miz. B-nin yerində burada çıxaq 2 qoyulur. Burada isə üstə gələk B-dir. Deməli, B də mənfi 2-ymiş. Məndən AB hasilini soruşur. AB bərabər mənfi 5 vurulsun mənfi 2. Cavab müsbət 10.